canlanır hər qarış Sumqayıtda, xaricələr yaradır Sumqayıtda. Yəqin hamımızın yada olmaqla. Mən ona görə xoşdur Sumqayıtda bugün olmaq və sizinlə görüş ona görə xoşdur ki, mən zaman Sumqayıt təsir şöbəsi ilə çox yaxından əlaqəm olub. Bilirəm ki, Sumqayıt təsir işçiləri sözün həqiqi mənasında çox fədakar, çox ziyalı, çox kübar insanlar olub, tanıdıqlarım. Və bugün ona görə görüşmək mənə xoş oldu. Hər birinci dinlərim, mənim üçün çox maraqlı oldu. Bütün çıxırçılarının nə dediyini özümdə təhlil edim. Sadəcə mənim gənclərə bir xahişim olur ki, biz tədbir keçirəndə çalışaq ki, orada spikerimiz az olsun. Amma insanlarla diskusiyamıza imkanlar çoxdur. Çünki insanlar yorulur, istər-istəməz. Amma bunu demək istəyirəm ki, müşahidə elədim, sizin burada çox dəyərli təlimçiləri gördüm. Mən ona görə mən maraqlıyım ki, Respublika və ölkəmizdə və həm də dünyada təlimçi bacarığının müəllifiyəm. Onları görmək mənə xoşdur. Yəni, onlardan daha çox istifadə etmək olar. Mənim əzlərim, hər birində çox maraqlı bir şey hiss ededim. Bizim ən böyük xoşbəxtliyimiz Allahın biz olan sevgisidir. Bilirsiniz nədən? Allah gözəl yarattı, gözəl bir can yarattı. Allah sağlam can yarattı. Adəmi gözəl, Həvvası da ondan gözəl yarattı. Baxın, zaman heç siz gördünüzmü ki, Allah yarattıqlarının içərisində narahatlıq olsun. Biz təmiz hava, təmiz su və yaşadığımız ərazi, Azərbaycan o yerdə ki, şərq ilə qərb arasında qapı, dünya üçün böyük ipək yolu, seyr dalğasını astıq, düşdüyü yerdə müsbət enerjinin, ona görə bizdə hamı savadlı, qabiliyyətli, kişilər mərd, qadınlar da qadınlar bu faktı ilə. Bugün də o arzudayıq ki, biz bunları görək. Məsələ bundadır ki, məni ən çox düşündürən, bu atölə cəlb edən bir cəhət var ki, niyə görə biz Allahın bizə heç bir təmənna güdmədən verdiyi o sağlamlığın qədrini bilmədik. Niyə bilmədik? O bizə hər şey verdi, can verdi, qan verdi, göz verdi, işıq verdi, ruh verdi, yaraşıq verdi. Bəs onu niyə vaxtında qiymətləndirmirik? Bax, bugün bir şərti deyim, mən çox xahiş edirəm. Öz valideynlərinizə, tələbələrinizə, gənclərə izah edin. Uşaq o zaman sağlamda olur ki, iki fərd, o ilahidən gələn abırdan, ismətdən, həyadan, halallıqdan, hayal mayədən yeni fərdi yaratsın. Onda uşaq sağlamda olur. Hopur və uşaqlar qeyri-sağlamda olur. Bugün mən Respublikanın əməkdar müəllimiyəm, təhsildə milli məsləhətçi, bütün yeniliklərin proqram müəllifi ona həyata keçirən şəxsəm. Hər biri haqqında deyəcəyim söz ondan ibarətdir ki, bizim üçün əsas diqqət, qayğı nədədir? Bax, bugün hamı danışır, burada həkim də var, o deyilsə danışır. Mən o mövzuları xırdalamıram ona görə ki, mən onu daha sadə izah etməyi sevirəm. Uşaq dünyaya gələn zaman anla, valideynlərin, həm ata, həm ananın ona münasibəti, ona xoş sözlərin deyilməsi, onun oxşanması, onun sağlam reaksiyalarında əks olunur. Bu ultrasəslə təsdiq olunmuş bir şeydir. Və uşaq dünyaya gələndən sonra o uşağın nitqi üzərində təbii ki, valideynlər gərək özü məşğul olsun. İndi sizi çox vaxt uzanmıyor, bugün ən dəhşətli bilirsiniz nədir? Ta analar uşaqlarla məşğul deyirlər. Uşaq anadan olan kimi dayıya verilir. O dayının danışığı da, təfəkkür də təfəm bir başqa şeydir. Bunların olması, bax, bizim üçün problem yaradır. Əlbəttə, mən bugünlərim bu təşkilatın
Sədr Zülfiyə xanıma, yəni mənim adaşıma təşəkkür edirəm ki, belə bir iş görür və burada hər biriniz gəlib əyləşmişsiniz. Burada mənim üçün ona görə xoşdur ki, mən həmişə gənclərin yanındayım. Və bir şey demək istəyirəm, o dediyiniz içərisində. Bayaqlar onun müəyyən çıxışları oldu, düz o İran kimi mən onların özlərinə bildirəcəm. Allah severək, sevgidən yarattığı insana biz gərək onun bütün severək yarattığı severək qoruyaq. Bu dünyanın xilasına bir gözəllik, bir məhəbbət gərəkdir. Duyub qiymətləndirən bir insan gərəkdir. Çünki dünya bir, din də bir, kitab da bir, insan da bir, Allah da bir. Onu birdən yarattı, böldü ikiyə, yerə, göyə, aya, günə, gecəyə, gündüzə. Və bizə əmanət etdi. Allahın əmanəti kişidir, qadındır, namusdur, ismətdir, abırdır, həyadır. Yəni bu barədə fikirləşək. Və bu günlərin biz bax burada oturduğumuza görə, bu işıqlı zalda gəlib bizim qarşımızda baş əyəcəyimiz, daima unutmayacağımız o oğullar ki, bugün Sumqayıtda bizim şəhid yaralımızın torpağındayıq. Hər birinin qarşısında baş əyirəm. Qazilər üçün Allah'tan şəfa diləyirəm. Bilirsiniz, ölənlər xoşbəxt, qalanlar çox bədbəxt. O gözəl oğlanların bugünkü halı, o əzra imtihanı fikirləşelim. Görün nə qədər ağırdır. Və biz bir an unutmayaq, mən qələbənin hər gün üçün yazı yazan adamam. Hər gün çıxışlarında bir söz deyirəm. Qələbədə Allah bizə verdi. Xalqımız, dövlətimiz, insanlar birləşdi, kimi parası, kimi duası ilə. O bizim qismət oldu. Amma indi bizim cihadımız başladı. Bu tədbirlərin hamısı ona səslənir. Gərək biz qələbəni qoruyaq. Bundan sonra ciddi qoruyaq. Dəyişilmir qara keşiş. Əl götürməz xislətindən, heç dəyişməz məqsədindən dəyişmir qara keşişi, hətta ola sevgisi. Bunu unutmayaq. Və orada bir söz də var. Mən yazmışam. Nəyi dəyişək? İlk növbədə özümüzü. Öz-özünə hörmət et, diqqət elə, öz-özünə hörmət elə. Sənə səndən yaxın kimsə var, məncə yoxdur. Bu Allahın bizə əmanəti olan o körpələrimizi qoruyaq, o uşaqlarımızı. Peşəmizlə birinci şərtdir, bütün hamı, dövlət rəhbərdən, Bonus İldar Hanıma kimi, hamı Azərbaycan məktəbə müəlliminə keçir. Müəllimə hörmət və diqqət və müəllimə isə məsuliyyət arzulayıram. Öz peşənizi sevin, peşəyə ayrılıq yoxdur. Hər bizi təşəkkür edirəm ki, qalın mən axırda dinləsin. Çox sağ olun. Çox təşəkkür edirik, dəyərli Zülfiyə xanım. Fikirləriniz, sözləriniz, doğrudan bizim üçün çox dəyərlidir. Var olun. Təşəkkür edirik və indi söz istəyirəm.